Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Mən Azərbaycan Respublikasının şəhid ailələri, əhəlləri və müharibə veteranlarının hüquqlarının Müdafiəsi İctimai Birliyinin rejissor jurnalisti Zəfər TV'nin onlayn kanalının xüsusi müxbiri Elvin Əlməvsimoğlu bu günlərin bizim dəyərli qardaşımız, gənc şair Elmar Sahibin şəhidlərimizə Borclu Misralar adlı kitabın təqdimatıdır. Biz də özümüzə borc bildik ki, gənc şairimizin yanında olaq. Sizlərə Elmar bəy uğurlar arzulayıram, uğurlarınız bol olsun. Səsiniz nəinki Azərbaycandan, Azərbaycan hüdudlarından kənarda gəlsin inşallah. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə acil şəfalar diləyirəm. Salamlayıram. Allah təala hər birinizə can sağlığı versin. Bugün kitab təqdimatıdır. Şəhidlərə borclu misralar. Allah Elmar müəllimə can sağlığı versin, qələmi iti olsun. Allah elminə bərəkət versin, canını sağ eləsin. Kitabın təqdimatına gəlmişik. Allah Elvin balamıza da şəfa versin, can sağlığı versin, çəkdiyə işıqlandırdığına görə sizə də təşəkkür edirəm. Allah köməyiniz olsun. Şəhidlərə qiymət verən hər kəsdən Allah razı olsun. Allah bütün şəhidlərimizin məkanını cənnət məqamını uca eləsin. Bütün analara, bacılara, yarlara, yadgarlara səbir versin. Elimizi, obamızı qorusun. Allah hamımızdan razı olsun. Allah köməyiniz olsun. Elmar müəllimi də ad günü də keçibdir. Az günü də təbrik edirəm. Allah xeyri, bərəkətli ömür versin, can sağlığı versin, 100 yaşasın. Bundan da gözəl kitablar çıxarsın, ərsəyə gətirsin inşallah. Yolu açıq olsun, işi avanda olsun, ruzu bərəkətli olsun. Amin. Diqqət! İndi Azərbaycan Respublikasının dövlət dilini səsləndirilir. Qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad etməyinizi xahiş edirik. Beləliklə tədbirimizi açıq elan edirik. Xoş gəlmisiniz. Sizi salamlayırıq. Şəhidlərə borclu misralar kitabının təqdimat mərasimində xoş gördüyümüzü bildiririk. Bugün burada Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş, ən zirvəyə yüksəlmiş 61 şəhidimizin əziz xatirəsinə həsr olunmuş Şəhidlərə borclu misralar kitabının təqdimatı üçün toplaşmışıq. Kitabda şəhidlərimizin qəhrəmanlığına, vətən sevgisinə və ölümə xatirəsinə hikmət olunmuş şeirlər yer alır. Bu nəşrin əsas məqsədi şəhidlərimizin qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq,
və vətən uğrunda göstərdikləri misilsiz fədakarlığı təbliğ etməkdir. İndi isə kitab haqqında daha ətraflı məlumat vermək üçün sözlü kitabın müəllifi Gülşəhərli şəhərlə veririk. Hoş gəlmişsiniz. Bugün Gülşəhərli şəhər layihəsinin nəhayət ki, kitabı işıq üzü görür və kitab artıq əməlimdədir. Qısa zaman ərzində bu kitabı ərsəyə gətirdik. Təbii ki, 100 şəhid tamamlanmadı, 61 şəhid oldu kitabda. Çalışacağım ki, o 100 şəhidi tamamlayayım və ikinci hissəni də biz tamamlayacağıq. Təbii ki, mənim fikrim var idi ki, biz ara verək, amma fərqli bizim tədbirlərimiz olacaq, bu da yay ərzində təsadüf edəcək. Bir çox yeniliklər var ki, onları da mən zamanla diqqətli çatdıracağam və şəhidlərimizin alına yazılan hekayələri film halına gətirmək niyyətindəyik. Təbii ki, sənədli filmdən gedir söhbət. Onların həm döyüş yolu, həm keçdiyi həyat yolu, onları bir araya gətirib sənədli film halında Müslüman təqdimatını belirtirik təbii ki. Bu da zaman alır və birdən başlayaraq, hansı ki, bu layihəyə daxil olan şəhidlərimizin xatirəsinə həsr olunmuş həm hekayələr, həm də bu şeylər yazılıbdır təbii ki. Və bu kitab da fərqlidir, nəyə görə fərqlidir? Burada şeirlər yazılır və tərcümə imanlardır. Ola bilər o tərcümə texniki səhvlər var. Texniki səhvlərdə də yəni 2 səhifə ayrıldığına görə hər şeydən fərq olmamışam təbii ki. Ola bilər ki, məlumatlar çox ola bilərdi, ona görə qısıtlı şəkildə qoyurlar. O nəşriyyatın yəqin ki, texniki səhvləridir. Və biz uzun çalışmalardan sonra kitabı biz əmr düşünürəm ki, yenə qədər sahə yapıcı kitablar sırasındadır. Oxuyanda görəcəksiniz təbii ki. Mən bu layihəni sırf qoyan insanların da adını bura almışam. Bilirsiniz, əslində mənim niyyətim bunu cəmiyyət üçün və yaxud da bunu kimlərisə yaxşı görmək edirəm. Mən bunu şəhidlərimiz üçün edirəm təbii ki və şəhidlərimizin xatirəsində həsr olunmuş bu kitablar təbii ki məktəblərə, universitetlərə, kolleclərə və digər yerlərə paylanacaq ikinci nəşrinə. Birinci nəşr təbii ki paylanacaq az haldadır, az sayıda çıxıbdır. Amma ikinci nəşrdə təbii ki bizim orada olan hansı ki gözə çarpan texniki səhvləri aradan qaldıracaq, çalışacaq ki aradan qalsın və belə bu kitabı birinci mərtəbədə olan kitabı çalışacaq ki bütün hər yerə yayaq və çalışdığımız qədər də ki birinci növbədə Türkçəyə göndərmək fikrimiz var. Görə inşallah orada da bu kitabı göndərəcək. İkinci nəşrdə, birinci nəşrdə. Orada da bəzi, məsələn, belə deyək də, şəhidlərimizin analarının olan şəkilləri var, bəzilərdə yoxdur. Çalışacaq ki, hamısı olsun və bazı şəhid bazısı olsun, ya şəhid evladı olsun, tək bir şəkildir. Ona görə onların hər birini çalışacaq ki, bir nəşrdə onlar aradan qalxsın, belə olsun və əslində mənim düşüncəm idi, mənim ideyam idi ki, şəhid analarında olsun. Əslində bu şəhidlərimizin tək öz şəkli olmalıydı, öz şəkli olmalıydı və mən mühafizə etdim ki, analarında olsun. Bəziləri var, bəziləri yoxdur təbii ki. Onlar da böyük nöqsan deyil, düşünürəm ki, aradan qaldıracaq. Bu qədər xoş gəlmişsiniz hər biriniz. Əsas balalarımız ki olsun. Yəni orada da kitabdakı həm keyfiyyət baxımından, həm də ki sərsi foto şəkillərindən ibarətdir və bağlı kağızın dizayn olunubdur. Və kitabın dizaynı da mən məxsusdur. Təbii ki, mən işləmişəm, üzərində dizayn vermişəm kitabın. Və şəkilləri də yenidən işləmişəm. 50% deyir ki, mən məxsusdur yenə də. Düzdür, orada əlavə əziyyət çəkən insanlar da var. Onların da əziyyətini mən qiymətləndirirəm. Şəhidlərimiz üçün təbii ki, adımlar atırlar. Və qısa zaman ərzində bu kitab ərsəyə gəldi. Bizim əslində fikrimiz yox idi. Çünki bir iki layihə tam tamamlansın. Sonra da tələsən insanlar vardı. Ona görə biz çalışdıq ki, bitirək. Növbəti tədbirlərdə də biz yenidən o
təbii ki. Yəni, mənim fikrim kitabdan sonra jurnaldır, təbii ki, jurnalların hekayələri salmaq istəyirəm. Orada bir neçə şəkillər verə bilərsiniz. Yəni, kitab deyil də bir şəkil olsun, bir neçə şəkil verə bilərsiniz. Döyüşdə olan şəkil ola bilər, sınanılan şəkillər ola bilər. 3-4 şəkil jurnala verə bilərsiniz. Yəni, o bir də hekayələr şəkildə, albom şəklində bir jurnal çıxaracam yaxın aylarda təbii ki. Bu ayda da başlayacam çapına. Mən vəzifəmi yerinə yetirdim. Tam təminatlı şəkildə ora qədər yazdım. Öz üzərinə düşən ötəliyimi yerinə yetirdim. Bundan sonra da inşallah çalışacağım nə qədər gücüm varsa, nə qədər Allah imkan verirsə, çalışacağım ki, yenə də sizin yanınızda olun, təbii ki. Bu layihəni kitaba başlayanda bir nəfər də var idi, o da bir ayda ayrıldı, təbii ki. Tamamı olaraq biz bu şeyləri yazdıq, səsləndirdik. Sonra yanvar ayından da mənim tərəfim rəsul qoşuldu bizə. Artıq sizdən bir yerdədir, layihədə və əziz çəkən insanlar var, təbii ki, səhnə arxasında. Onlarla çəkmək istəyirəm, təbii ki. Bu kitabın IFC-yə gəlməsində kitabın maliyyə dəstəyini mənim tərəfim anası Şərlə xanım özlərinə götürdü. Tez bir zamanda çıxmağının da səbəbkarı məhz oydu ki, biz bu kitabı tez bir keçməyə sizin nəzərdə tutarım və o bir dəfə teşəkkür edirəm öz adından və çalışacaq ki, bundan sonra da bu cür sizə təsəlli olacaq işlər görək, yaxşı işlər görək və bizim kitab niyə dəyişmən deyirəm? Kitabın sözündə bəzi adamlar adını çəkmişəm, onlar çıxmalı kitabdan çıxarılmalıdır. Orada adamlarla da artıq iş veriyim yoxdur, təbii ki, onlar çıxarılmalıdır. Bizim yeni bizə dəstək olan insanlar var, havadarlar var. Onlardan təşəkkür edirəm ki, evimizin rəhbərləridir. Şamran bəy və İsa'ya təşəkkür edirəm ki, onlar da bu günləri bizə yenicə qoşulub və onlar da bizə dəstəyini verəcəkdir. Onlara öz adımdan təşəkkür edirəm, sanatına təşəkkür edirəm ki, onlar da bizə bu cür şəraitini yaradıblar, son bu ayını yaradıblar, təbii ki. Və informasiya dəstəyinə gəldikdə isə Elvin Əlvəsin oluna təşəkkür edirəm. Bizim tədbirdən çoxdur ki, o bizim tədbirləri işıqlandırır, öz sosial platformalarında, istər Facebook olsun, istər TikTok olsun, istər YouTube platformalarından bizim layihəni çəkir, işıqlandırır, çalışdığı qədər geniş kütləyə çatdırmağa çalışır ki, onun daha çox izləyici kütləsi olsun və digər informasiya dəstəyinə görə Qanun Yol Federal saytının rəhbəri Şünasə Bürünüzü Arif Süleymanlıya təşəkkür edirəm ki, o da burada olan qısa videoları öz səhifəsində paylaşaraq bizə media dəstəyi verir. Təşəkkür edirəm. Bir sözlə, əziyyət çəkən hər bir kəsə təşəkkür edirəm. Var olun, həqiqətən də. Ola bilər ki, bəzi insanlar mənə narazı olurlar, narazılıq eləmədilər. Təbii ki, mən xoş qəbul edirəm, mən biraz bir qədər gəlmişəm. O narazılıqlara sinələ verək. Bundan sonra mənim alnım açıqdır. Niyə alnım açıqdır? Mən çünki pul almamışam və bunu qeyd edirəm. Mən təminasız çalışmışam və biz o gün danışanda da rəhbərlərlə orada da danışmışam. O hər bir işə gəlməkdir və bir sıfırında başlayır. Mən bir sıfırında başlamışam. Çünki mən heç əsnafda olmamışam, almaq niyyətim də yoxdur. Şəhidlər bəs qədər bizim üçün eləyirlər və bizim bugün burada olmağımızın, həyatda yaşamağımızın tək səbəbkarı bizim o qəhrəman evlatlarımızdır, oğullarımızdır, qazilərimizdir, şəhidlərimizdir. Mən şəhidləri fərq olmuyorum. 92-ci ildə də bizim o oğullarımız döyüşdülər, canlarını verirlər. Ən çətin dövrü idi ki, onlar Əliyalın tankın qabağına çıxdılar, Əliyalın döyüşdülər və 2020-ci il 44 günlük müharibədə də məhz bizim o igidlərimiz o 92-ci il o şəhidlərinə baxaraq vurgulandılar və onların qisasını aldılar və dedilər ki, biz onların qisasını alacağıq və onların
qoymayacaq onları yerdə qalsın. 44 günə Azərbaycan başlamanlarının sayəsində İran qurulmasından sonra biz o qələbəyə nail olduq və bugün biz ölkə qızlarına kənara çıxanda alnı açıq, başı dik, biz qalib xalqın vətəndaşları olaraq xarici ölkələrə gedirik. Çünki dünyanı görünməmiş bir hərb oldu və müharibə şəraitində də biz 44 günə bizdən zorla alınan o torpaqları geri qaytardıq və Allah ordumuzu qorusun, Allah şəhidlərimizin məqamımızı eləsin, qazilərimizə şəfa versin, şəhidlərimizə səbir versin, bizim dərslərimiz sözlə ifadə olunmayacaq qədərdir və sözü güc yetməz dərslərimizi. Bəzən siz burada ola bilər ki, biraz deyirsiniz, görürsünüz, amma sizin daxilində çəkdiyiniz o dərdlər, o evlad adısı, bəlkə siz gecələr yapmırsınız və çətin bir şeydir və biz anamız sizə deyirik, qardaşın yemək kimi sənin anasının evladımız yoxdur, amma sizə deyirik, deyəcəyiniz, deyəbilirsiniz sözlərinizi təbii ki, və bundan ağır dərk yoxdur, amma bir tərəfdən də siz başınız dik olmalıdır ki, siz şəhid analarsınız, şəhid ailəsiniz, bütün Azərbaycan xalqısına təbir edir və sizin evazlarınız, bizim təbir qürurlarımızdır, təbirimizdir. Biz onların şəklini görəndə, onların hər hansı bir şeyini, hekayəsini izləyəndə, görəndə qürur duyurum şəxsindən. Fərq etməz, yenə deyirəm, bu kitabda 92-ci ildə şəhidləri var, 2020-də var, antiterror şəhidləri var. Yəni, hər biri mənə müraciət olunan bütün şəhidlərin adını mən şeir yazmışam, bazarlıq qədər. Bundan sonra da davam edəcək. Təşəkkür edirəm. Bizim yəqin ki, danışmaq istəyən qonaqlarımız, analarımız olacaq. Onlara bir dəvət edəcək. Fikirlərimizi azaltında təşəkkürlər. Səni buranı dəvət edirəm. Hər birinizə hamınız xoş gəlmişsiniz. Bugün kitab təqdimatdır. Allah köməyiniz olsun, Allah razı olsun. Allah qələmimizi eləsin, yolunuz açıq eləsin. Şəhidlərimizin məkanı cənnət, məqamı uzun olsun. Allah bütün analara, bacılara səbir versin. Elimizi, oğlanımızı, yurdumuzu, yuvarımızı qorusun. Çox sağ olun, təşəkkür edirəm. Mən sözü güzəl. Sağ ol, Rəsul. Ayqananı dəvət edirəm. Sağ olun ki, bugün demək olar bizim şəhid balalarımızın kitab təqdimatıdır. Allah köməyiniz olsun, qələminiz yazarlar olsun. İgid oğullarımız unudulmazdır, biz analarda bununla fəxr edirik, qürurlanırıq, sağ olun, var olun. Allah sizə kömək olsun. Həmişə belə şəhidlərimizi unutmursunuz, biz analarda buna təsəlli alırıq. Allah köməyiniz olsun, tarix yazan balalarımızın doğrudan da kitabları tarix yazılıb, çap olunur, sağ olun, var olun. Anasını dəvət edirəm. Doğrudan da mən kitabı vərəqlədim. Çünki bizim evlatlarımız üçün yazılan kitablardan çox fərqlidir. Həm onun görünüşü, həm onun vərəqləri. Baxın, siz adi kitab yazırlar, çoxları indi Elmar balamız təmənnası yazır kitabımızı. Amma çoxları indi biraz mən çəkiliş eləmə. 15 bacılar sağ olsunlar ki, qardaşlarını tanıdırlar, yaşadırlar. Ben Vəfanı gördüm buradan Kürdəmirdən. Şəhid bacısını çox sevindim. Düyünləri Vəfa da buradadır. Vəfa, mən onların evində çox olmuşam. Hacı Sopa ilə bir yerdə olmuşuq. Allah onun anasına da, atasına da qəni-qəni rəhmət eləsin. Özünə də can sağlığı versin ki, qardaşını tanıdı. Elmar balam, mən səndən arzulayaram, mən səndən oğulları arzulayaram. Bax, necə varsan elə də qaldı mən. Bildin də mən nə mənada bildim. Necə varsan elə də qaldı mən. Çünki eğer sen dürüst düzgün insan olsun, o şəhidlər sənə şəfayətçi olacaq. Və onların anaları sənə minnətdar olacaqlar ki, biz sabah ölüb gedəndən sonra sənin kimi oğullar tarixdə bizim kitablarda bizim balaları yaşadacaqlar. Mən bu balama da uğurlar arzulayıram, sənin gözəl köməkçi. İnşallah ki, mən bilirəm ki, sən
Əgər bu evladı öz üzərində götürmüsənsə, onun bax belə gözəl şeir deməyində, aparıcılığında bunun gözəl yolu var. Uğurların bol olsun, həmişə səsin ucalardan gəlsin. Biz də nənə olaraq baxaq sevinək, ürəyimiz açılsın. Çox sağ olun, Elmar baba. Kitab haqqında nə deyəcəm? Orada görünün daha nə bələdçi. Kitab gözümüzün qabağındadır, hamısını da görürük. Kitab gözümüzün qabağındadır. Oxuduqda, baxdıqda çox belə həm qəşəng yazılır. İndi orada Toydan Bayrama yazısı deyil ki, biz şəhidlərimizin keçdiyi yollar haqqında yazırıq, aldıqları mükafatlar haqqında yazırıq. Ona görə də həcm o qədər olur da. Amma kitabımızın üz qabığı çox qəşəngdir. İndi Mehriban xanım deyir, mən kitab yazdırmışam. Mənə də çox müraciət olundu. Ancaq mən yazdırmadım. Mən o kitablar hansı nəticə ilə alına bilərdi, mən onu qabaqcadan duymuşdum. Ancaq indi evimizdə olan bir 10 neçə kitab var ki, daha qəşəng yazılmış, daha gözəl kitablardır. Bunu da dövlətimiz yazır da. İndi bu məlum məsələdir. Bu şəxsi pul deyil, bir şey deyil də. Dövlət öz qabiliyyətini göstəribdir. Mən yenə də sizə minnətdaram, Elmar müəllim. Siz bu balaca balamızı da götürmüşsünüz öz himayənizə. Neçə aylardır ki, birlikdə biz çalışırıq, biz sizi görürük. Demək olar ki, o qədər alışmışıq ki, bir-birimizə. Mən bu şəhid analarını, belə şəhidlərə dəyər verən insanları görməyəndə darıxıram. Nə qədər uzun yol olsun, zaman olur ki, xəstəliyimiz zadımızda olur. Amma mən darıxıram, deyirəm ki, gedim onları görüm. Elə bilirəm ki, sizləri görəndə, bu insanları görəndə dərdim biraz azalır. Bu minvalla da sizə bir daha minnətdarlıq edirəm. Allah işinizə daha güc qüvvət versin, düşünən beynin yorulmasın, ay olur. Allah can sağlığı versin. İndi həyatda mən özüm haqqında deyirəm, olaramsa da, olmaramsa da belə oğullar yəqin ki, bizim şəhidlərimizə qiymət verər. Allah da sizin işlərinizə, təmənnasız işlərinizə özü qiymət versin. Birinizi min eləsin, Allah can sağlığı versin, bu balaca balamızla birlikdə, gözəl balam. Sağ olun çıxışınıza görə. İndi səhnəyə Bahramanı dəvət edirik. Mən də hər birinizi salamlayıram. Allah hər birinizə can sağlığı versin. Elmar bala, Elvin bala, Allah sizi də hər zaman qorusun. Həqiqətən bu tarix kitablar, tarix yazan oğulların, tarix yazan kitablarıdır. Allah sizi var eləsin, yazan əliniz var olsun, görən gözünüz həmişə işıqlı olsun. O bizim şəhid balalarımız 30 ildə həqiqətən özləri tarix yazı getdi. Onların tarix yazmaq kitabları da arxalarıca yazılır. Allah məqamlarınızı eləsin, sizin də canınızı sağ eləsin. Rəsul bala, Allah sənə də həmişə var eləsin. Çox sağ olun, minnətdarıq hamınıza. Rahman cansız. Danışmışsınız. Sonra can. Belə işlər görürsünüz, Allah köməyiniz olsun, Allah sizi bundan da yüksəklərə uzatsın. Mən bu bir sözə deyim, sabah qardaşımın itkin düşdüyü gündür. Kimlərin hamısı yeri tapılsın. Allah qara tezcə onların da yeri tapılsın. Gələcək yerimiz olsun. Təşəkkür edirəm sizə. Allah sizi var eləsin. Sağ olun. Çox sağ olun. Sizin anasını dəvət edirik. Dəyərli analarımıza salamlayıram, xoş gəlmisiniz deyirəm. Elmar, mən həmişə ona sənə arzulamışam ki, qələmin iti olsun. Düzdür, biraz incidir, amma ki, yenə də özümə aldım. Çana həmişə mənim başımda sınır. Göz dəyməsə, çanaqsına da göz dəyməsə. Allah köməyin olsun, var olasın.
əziz olasan, hörmətli olasan, uğurların bol olsun, səsin daima ucalardan gəlsin. Tələbəvə də gözəl uğurlar arzulayıram. Əziz analar, sabahları Elçinin cənnətdəki mövlududur. Hamını dəvət edirəm. Gəlsəz də, gəlməsəz də, yenə də sağ olun, var olun. Yəni o mövlud ehsan keçiriləcək mərasim evində. Sonra da ki, o mərasim evi də düz qapımızın ağzındadır. Oradan da evimizə, Elçini ziyarət eləməyə buyurub gələ bilərsiniz. Çox sağ olun, var olun. Təşəkkür edirəm sənə. İran gələn ayaqlarınız var olsun, şəhid analara, hər birinizin qarşısında baş əyirəm. Mən də şəhid bacısıyam. Valideynlərin dünyasını dəyişib bir ana kimi, mən hətta onu bir balam kimi hiss edirəm. 20 yaşında dünyasını dəyişib, elə bir ki, anasıyam. Mən əziz xatirəsini yaşadıram, tək öz qardaşımı yox, bütün şəhidlərin. Bacardıqca əziz xatirəsini həmişə uca tutub, paylaşıram, əziz xatirəsini yaşadıram. Elmar bəy, mən sizə təşəkkür edirəm, çox sağ olun. O gözəl, həqiqətən də keyfiyyətli kitab ərsəyə gəlib, o sizin ürəyinizdən gələn sözləri hamısını orada həkk eləmişsiniz. Allah razı olsun hər birinizdən. Kim ki şəhidlə qiymət verir, bütün şəhidlərimizə. Allah sizi kimi oğullardan razı olsun. Gözəl balanda yolu açıq olsun, mən inanıram ki, inşallah bəlkə biz qocalarıq, bəlkə gələ bilmərik, həyata etibarı yoxdur. Sizin kimi balalar davam etsin, şəhidlərimizin əziz xatirəsi daima yaşatsın. Mən həmişə özüm deyirəm ki, nə qədər mənim canımda can varsa, heç bir xatirəsi qalmayıb mənim qardaşımın. Heç olmasa bir evladı olardı, o subay şəhidlər həqiqətən mənim yaralı yerimdir. Allah, burada xanımlarımız da var, şəhid xanımları. Demiyorlar ki, onlar da, bəzən hətta mən o şahid olmuşam, yaxınlaşıb o xanımlara deyirlər ki, oğlundur, anası həmin bu. Yarı çıxalan o yolları Allah hamısını balalarından sevindirsin. Allah şəhidlərimizin ruhu şad etsin. Hər birinizdən üstü istəyirəm. Hər birinizə səbir versin, dəyərli analar. Çox sağ olun. Mənim dəyərli şəhid analarım, başda İlmar oğlumuz, qardaşımız olmaqla salamlayıram hamımızı. İlmar, çox sağ ol, var ol bizim şəhidlərə belə dəyər verirsən. Sənin əllərinə, gözlərinə Allah Taala sənin beyin açıqlığı versin, zehni versin, gözlərinə nur versin ki, sən bizim şəhidləri belə əzizlərin, sən də belə əziz olasan, həmişə bizim yanımızda, can sağlığı arzulayıram sizə. Şəhidlərimizin ruhu şəd olsun. Allah biz analara səbir versin, biz yaşayaq balalarımızı yaşadaq. Həyətə etibar yoxdur, bəli. Bəzən də heç kimin xətrinə dəyməsin, heç millətimizə də etibar yoxdur. Bəziləri var bizim şəhidlərə hörmət qoyan, hamısını yaddan çıxartmağa bir-bir əliyib gedirlər. Ancaq Allahdan arzum budur ki, şəhid ailələrinə, analarına, atalarına, qardaş bacılarına səbir versin ki, şəhidlərimizi yaşadaq. Bizim analar, bəzi anaların, bəzi yoxdur ki, çox anaların arzusu ürəyində qalır. Balaq toyu görməli. Mənim kimi həyəti yarımçıq qalan analara səbir diləyirəm. Çox sağ olun, var olun. İlmar oğlum, çox sağ ol ki, belə şəhid ailələrinə, şəhidlərimizə dəyər verirsən. Hər zaman yolların açıq olsun, işlərin avamda olsun, mərdimazlardan uzaq olasan. Allah biz analara səbir dözüm versin, güc qüvvət versin, şəhidlərimizin ruhu şad olsun, yeri cənnət olsun, qazilərimizə Allah şəfa versin. Çox sağ ol, minnətdaram. Hər zaman biz şəhid ailələrinin yanındasan. Bu 5 ildə mən səni həqiqətən də tanıyıram. Şəhid ailələrinə, şəhidlərə çox hörmət qoyursan. Allah səndən yer göy qədər açıq olsun, yolun açıq olsun. Allah sizə can sağlığı versin. Çox sağ olun. Hər birinizi salamlayıram. Mənim dəyərli qəhrəman şəhidlərimizin qəhrəman anaları. Hər birinizə təşəkkür edirəm ki,
əziyyət çəkirik, siz də gəlirsiniz. Elmar bəyi tək qoymuruq. Elmar bəyin də amalı, məqsədi bizlərin qəlbimizə təsəlli bağışlamaqdır. Allah yolunu uğurlu eləsin, açıq eləsin. Amin inşallah. Bəzən elə olur ki, ailə ola bilmir. Həqiqətən elə ailələr görürük ki, illərlə bir evin içində yaşayırlar, onlar ailə ola bilmirlər. Problemləri olur, söz-söhbətləri olur, bir-birlərindən razı qalmırlar. Ancaq 100 şəhidlər şeir layihəsi keçən ilin 2025-in noyabrından başlayıb ki, artıq bir il deyil hələ, 9 aydır. Yəni bu qısa bir müddətdə Elmar şəhidlərimiz üçün bir ocaq yandırdı, ev tikdi və bizləri burada bir-birimizə cəm elədi. Biz şəhidlərimizin eyni amal uğrunda ki, canlarını, qanlarını veriblər və biz şəhidlərimizin ocağında yığışıb bir ailə olduq. Hamımız bir-birimizə mehriban olduq, hamımız bir-birimizə alışdıq, öyrəşdik. Bəzən elə olur ki, hansıysa tədbirə birimiz gələ bilməyəndə, yəni darıxırıq. Mən şəxsən özüm gələ bilməyəndə darıxıram ki, görəsən analarım neynədir, mən siz nə baş verdi. Yəni biz o qədər mehriban ailə olduq ki, bu şəhidlərimizin sayəsindədir. Çünki onlar həqiqətən də bizim Azərbaycan xalqının bir-birinə qarşı mehribançılığı, firavan yaşamağı, gözəl rifahı üçün öz canlarından, qanlarından keçdilər. Allah hamısını ruhunu şad eləsin və Elmarın tutduğu bu yol uğurlu yoldur. Biz çox tədbirlərə gedirik. Əminəm ki, əziz analarım, sizlər məndən də çox tədbirlərə gedirsiniz. Ancaq sözün düzü budur ki, çox tədbirlər var ki, o tədbiri yaradan, təşkilatçı cəmiyyətlər falan, onlar ancaq tədbirlərdə özlərini bir növü mənəm deyirlər, özlərini reklam edirlər. Yəni, nə bilim, orada şəhidlərin birinin adı çəkilir, ikisinin adı çəkilir. Sadəcə göstərmək istəyirlər ki, biz varıq. Yəni, o cəmiyyətlər göstərmək istəyir ki, biz varıq, necə deyim, biz qururuq, yaradırıq. Bir növ reklam xarakterlidir də. Ancaq həqiqətən də o ataların məsəli var, deyir, görünən kəndə nə bələdçi. Yəni, Elmarın bizə göstərdiyi, bizə sərgilədiyi bu qəhrəmanlıq, Elmar özü arxa cəbhənin qəhrəmanıdır ki, şəhidlərimiz ön cəbhədə qəhrəmanlıq göstərdilər. Elmar da onların uğrunda arxa cəbhə qəhrəmanıdır ki, bizim şəhidlərimizi durmadan, usanmadan yaşadır. Yəni, onun da haqqında problem yaradanlar var, çətinlik yaradanlar olub, bəzən ruhdan salanlar olubdu, ancaq heç vaxt ruhdan düşmədi. Mən yəni Elmar haqqında çox söz demək istəyərəm ki, sadəcə bunu hamınız özünüz görürsünüz, bilirsiniz. Bugün də göz qarşısındadır ki, 100 şəhidlər şeir layihəsinin başladığı ilk gündən bu günə qədər 9 aydır və 9 ay içərisində bizim artıq şəhidlərimiz üçün kitabımızın təqdimatıdır bugün. Mən bir daha təbrik edirəm Elmarı və hər birinizə təşəkkür edirəm ki, əziz analarım, gəlmişsiniz. Bugünkü gündə yenə də biz bir ailə olaraq Elmarın yanındayıq. İnşallah davamlı olar, xeyirli, uğurlu olar. Amin. Çox sağ olun. Təbrik edirəm. Təbrik. İnşallah ki, bizə belə gözəl illərə çıxasınız. Siz də bizim şəhidimizin yadigarsınız bizə, dəyərlisiniz təbii ki. Biz də burada kəndimiz sonunda təbii ki, İslam günümüzü qeyd edəcəyik, bu torkəsi. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Siz yaşayın ki, şəhidlərimizlə yaşadasınız. Mən həyatımdan arzudayım, siz də masadasınız. Bir daha təbrik edirəm. Sağ olun, teşekkür ederim. Tədbir iştirakçıları, hörmətli Elmar bəy. Həqiqətən bugün bir xüsusi bir gündür. Bu, yəni, bu kitabın ərsəyə gəlməsində əlbəttə ki, ilk təşəbbüsü Elmar müəllim özü bizi aradı, axtardı və bu otağın işığında daima gözəl tədbirlər keçirdi. Yəni,
bir zəhmətin bəhrəsi olaraq bu günləri bu kitaba bir əlimi söktüm ki, onun enerjisini mən də hiss edeyim. Həqiqətən, yəni, çox bir xüsusi bir gündür. Yəni, Elmar müəllim, bir şəhid anası kimi sizə şəhidlərimizin yəni, xatirəsini şeirlərinizlə yaşatdığınıza görə, anaların ürəyindən keçən duyğuları, arzuları şeir dili ilə dilə gətirdiyinizə görə mən üzlərin təşəkkürünü bildirirəm. Oğlum haqqında siz səsləndirdiyiniz şeir və digər şəhidlərin şeirlərinə diqqətlə dinləyib məna verəndə elə bilirəm ki, hər bir şəhid anasının ürəyindən keçən arzunu şeirə köçürdü. Bundan sonra da şəhidlərimizin əziz xatirəsini daima uca tutmağınızı, milli ruhu daim yaşatmağınızı mən sizdə arzu edirəm. Və əlbəttə ki, sizin kimi verib götürək zəhmətkeş, vətən təşəbbüslü gənclərimiz çox olsa, Azərbaycan daha bundan qazanar. Uğurlarınız daima bol olsun, qələminiz iti olsun. Gələcək nəsillərə şəhidlərimizin elədiyi, göstərdiyi bu qəhrəmanlığı, bu şücaət əlbəttə ki, bu şeirlərlə, dastanlarla, yazılarla, jurnalistlərin məqalələri ilə çatdırılacaq. Əlbəttə ki, siz bir öndər oldunuz. Yəni, düzdür, ayrı-ayrılıqda şəhid övladlarına, şəhidlərin əziz xatirəsinə, onların qəhrəmanlığına dastanlar yazılan, yəni əsərlər yazan yazıcılarımız, şairlərimiz olub. Eləcə də mənim oğluma yazılıb. Ancaq bu qədər ananı yığaraq, onların xatirlərinə, onların baxışlarından, üzündən oxuyaraq ki, onun oğlu necə ola bilər? Həqiqətən bu bir beyin işidir, bu bir zehində, yəni bizim balalarımızı yaşatmaqdır. Yəni, qələminiz iti olsun, uğurlarınız bol olsun. Həmişə biz də sizin uğurlarınıza sevinərik, Elmar müəllim. Bugün bu kitabın ərsəyə gəlməsində şəhid analarını da təbrik edirəm sizi də. Həqiqətən gözəl bir iş ortaya qoymusunuz. İndi açıq oxuyacaq və balalarımızın ən gözəl xatirələrini saxladığımız gövşədə o kitabı da onların digər əşyaları kimi onlar da bizim əziz bir necədir, əmanət kimi saxlayacaq. Təşəkkür edirəm. Sağ olun bala. Təmin yeməyi deyək. Atrafını görək dönmədən. Əslində bu təsadüfi yazılan şeir deyil. Hər bir ananın dilindən bacının, qardaşının, oğlunun yazılan şeirlərdir. Heç bir təsadüf deyil. Və kitabı niyə mən dedim ki, bu kitab ön sıralarda olacaq? Çünki burada yazılan şeirləri, yəni bu təşkilatçılar, yazarını təşkil edilməz. Altı oxuyacaqsınız təbii ki, yazılan şeirləri baxacaqsınız və şeirləri tədbirlərdəsiniz. Özünüz görəcəksiniz ki, bu şeirlərlə, bu şeirləri dəyər. Niyə bu şeirlər yaxşı alınır, mən onu bilmirəm. Çünki mən hesabı mənfəət etmirəm, maddiyə gücmürəm. Əgər maddiyə gücsəydim, onun şeiri yaşaya bilməzdim. Mən hamınızı təbrik edirəm bu yeni kitab üçün. Allah Elmar bəyin canına sağlıq versin, bizim şəhidlərimizi çox gözəl işıqlandırdı. Mən biraz oxudum, çox hoşuma gəldi. Allah köməyi olsun, Allah nə tərbiyyəli, yolunu açıq eləsin, qələmini iti eləsin, zehnini açıq eləsin. Allah ona da sairəti qismət eləsin, ürəyi nə istəyir, onu qismət eləsin. Hamınıza çox sağ ol deyirəm. Bu kitabda əməyi keçən bütün insanların hamısına özləri minnətdarlığımı bildirirəm. Elmar bəyə də, Elvin bəyə də, evin alanların hamısına öz təşəkkürümü bildirirəm. Hamınıza iş avatlıq versin, can sağlıq versin. Amin. İştirakçıları, sizin hamınızı salamlayıram. İlk öncə Elmar müəllim, sizə öz dəyərli minnətdarlığımı bildirirəm ki, siz şəhidlərimizə şeirlər, hekayələr yazaraq biz şəhid analarının
qəlbini sevindirdi. Siz onu bilin ki, bizim qəlbimiz sevinirsə, şəhidlərimizin də ruhu şaddır. Allah sizə can sağlığı versin. Sizə minnətdarlığımı bildirirəm ki, 100 şəhid şeir layihəsinə biz anaları topladınız, bizi daha da yaxın elədiniz, daha da yaxından tanıdıq bir-birimizi. Çox təşəkkür edirəm. Allah uğurlarınızı bol eləsin, biz də sevmək, biz anaları da sevmək. Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə də şəfa versin. Biz analara da Allahdan səbir diləyirəm. Allah dövlətimizi qorusun. Sizə də çox sağ ol deyirəm. Balaca oğlumuza da minnətdaram, əziyyəti çox olur. Çox sağ ol. Şəhid analarımı salamlayıram, hepinizi salamlayıram. Əllərinizdən öpürəm, gözəl analarımız. Allah şəhidlərimizin cəmi, şəhidlərimizin ruhunu şad eləsin, məqamları uca da, həmişə uca olsun. Bu günləri Elmar sahibin balalarımıza yazdığı, dəyər verdiyi kitabın təqdimatına yığışmışıq. Elmar müəllimə dərin təşəkkür edirəm, minnətdarlığımı bildirirəm ki, balalarımıza, şəhidlərimizə dəyər verir. Elmar müəllim də sağ olsun, Elvin müəllim də sağ olsun. Allah hər birinizə can sağlığı versin. Uğurlarınız Elmar müəllim həmişə daim olsun, səsiniz həmişə ucalardan gəlsin. Allah analarım səbir versin hər birimizə. Allah o gözəl balalarımızın ruhunu şad eləsin. Həmişə belə gəlirsiniz, çoxlu, inşallah. Ay Elmar, çox sağ olun, biz səni çox istədik. Valla tanıdığımız bu az müddətdə səni o qədər çox istədik ki, elə biləm ki, 2 oğlum yox, 3 oğlum var. Allah səni can sağlığı versin. Hamımıza da can sağlığı, əllərinizdən öpürəm, şəhid anaları, şəhid bacıları, şəhid evlatları. İnşallah ki, bu kitabın ayağı uğurlu olsun. Həm Elmar balama, həm də hamımıza inşallah. Amin. Qanun Yolu Tevansı'nın rəhbəri, jurnalistlər birinin üzvü Arif Süleymanlı. Buyur Arif Arif'in yoldaşı. Şəhid anamızın başında baş edirəm. Bəli, Elmar müəllim uzun aylardır ki, kitab üzərində çalışırdı və nəhayət ki, onu ərsiyə gətirdi. Kitabın ərsiyə gəlməsində də mən Şəhla xanıma dərin təşəkkür edirəm. Onun da əziyyəti olub bu işdə. Ümumiyyətlə, bu kitabın ərsiyə gəlməsində hər bir kəsə təşəkkür edirəm. Bəli, burada mənim sinif yoldaşım, bir partada əyləşdiyim, itkin düşmüş 32 ildən sonra nəşr tapılan Cəlal Abdullayevin də xatirəsi yad edilir. Var olsun Elmar müəllim, mən ona dedim və kitabı onun adında saldı. Ümid edirəm ki, növbəti dəfədə Elmar müəllim bundan da yüksək və bundan da dəyərli bir kitab ərsiyə gətirəcək. Mən buna ümid edirəm və Elmar müəllimin qarşısını bu yolda heç kimdə ala bilməz və bunu bilməyənlər də bilsin, mən buradan səslənirəm hər bir kəsə. Yəni bu iş tək Elmarın işi deyil, bu işdə gələk hamı bir olar və belə işdə bir-birlərinə dəstək olar. Lakin bəziləri var ki, bunu mən deyim, bu yolda nəsə maneçilik eləmək istəyirlər filan, amma o yanlış bir fikirdir. Gərək biz hamımız bir olaq, bir yumruq olaq və belə işlərdə bir yerdə olaq. Çox sağ olun diqqətinizə görə. Elmar müəllim, sizə də təşəkkür edirəm. Təşəkkür edirəm. Birinci alınmadı qarşımı kəsmək, ikinci də alınmayacaq. Yəni, Allah həm. Üçüncü tədbir, 100 şəhidi, 100 şehid tədbiri layihəsinin altında keçən bu tədbirdə hər birimizi xoş gördük. Bu tədbir demək olar ki, mütəmadi olaraq təkrarlanaraq, yəni davam edir. Allah Elmar müəllimin canını sağ eləsin. Gözəl bir təşəbbüs irəli sürür. Mən çox üzr istəyirəm. Mən rayonda olduğum üçün gəlib belə gec çalmışam. Ona görə
görə Elmar müəllimin öz kitabında öz şəhidlərə həsr elədiyi özünün bir şeirini sizin üçün söyləmək istəyirəm. Gəl ol qonağı evimin. Sən gedəndən elə bil ki, sönüb çırağı evimin. Bacın sənə qurban olsun, gəl ol qonağı evimin. Gəl ki, bağışlayın, üzr istəyirəm. Mən də çox xırdalı hərflərlə yazılıb ona görə çətinlik çəkirəm biraz oxumaqda. Sən gedəndən elə bil ki, sönüb çırağı evimin, bacın sənə qurban olsun, gəl ol qonağı evimin. Gəl ki, tam olsun arzular, getsin qəlbimdən intizar, bu qış gedib gəlsin bahar, olsun xoş çağı evimin. Yolun şəhidlik yoludur, emin yurdun mərd oğludur. Xatirənlə hey doludur hər bir otağı evimin. Ruhum sənə yol almayıb, bu ömür olmayıb. Daha inan ki qalmayıb sənsiz marağı evimin. İçim yanır, həm odlanır, səsdən ürəyim xoflanır. İndi dərd bağı adlanır, çölü, qabağı evimin. Çölü, qabağı evimin. Çox gözəl, çox gözəl. Təbrik edirəm Elmar. Yəni, həm bu kitabın çıxmaq münasibətindən, həm də bax belə şəhid qardaşlarımıza, yəni belə gözəl şeirlər həsr elədiyi üçün sənin necə deyim, gənc şair kimi, gənc yazar kimi həqiqətən səni alqışlayıram. Allah sənin sağ eləsin, ömrün uzun olsun. Həm bu tədbirlərə görə, həm beləncə bu şeirlərə görə sənə çox sağ ol deyirəm. Öz adımla və burada yığılan şəhid ailələri adına, hər bir şəxsin adına sənə öz minnətdarımı bildirəm. Çox sağ ol, ömrün uzun olsun da sağ ol. Teşekkürler. Ben değilse, bana buyurun. Selamünaleyküm. Biz öğrenmişik standart cümleler kurmağa, hamı edebi dilde danışmağa. Bugün çok ziyadından ile aramızda tanıştığımız gibi cümleler kurun. Ve Saday kardeşim çetini çekti okumağa, ben de istemiyorum o çetini çekim. Elmar, tebrik ederim seni. Hakiki manada canlı dilden tebrik ederim. Saday demədi, biz Tozdaydık. Siz dəvətnamə mənə göndərəndə, mən yazdım ki, mən 11-dən sonra başda olacağım. Və inan dəvətnamə o qədər gözəl ki, o əvvəlkinlərdən də seçilmir. Amma orada kitab şəklinə mən iki verməmişim. Sadəcə də, orada kitab məsələ. Saday gedəcək və kitabı çıxdı. Ne niye gittik, Bakı'dan Toz'un arasına gittik, pusat gelip çıkacak. Ona göre seni tebrik ederim. Burada olan insanların ve burada üvey olan insanların her birine can sağlığı arzu ederim. Her birimizi en uza el satmaz arzularınıza satmanızı arzu ederim. Ben burada böyle bir fikir demek istedim ki her birimiz burada bir amaç için, bir fikir için, bir isteği için yaşıyoruz. O da bizim uzak şehitlerimiz için yaşıyoruz.
Burada fərqi yoxdur. Anası, bacısı, atası, qardaşı. O cümlədən mən də həmin o ailənin içində özümü hiss edirəm. Müəyyən dostlarımız var ki, məni yaxından tanıyan, onlar həqiqətən də təsdiq edirlər ki, mən bunu ürəkdən deyirəm. Ona görə bura gəlməyimiz, vaxtımızı itirib, belə deyirik də, yəni o mənada çıxmasın bitirib, vaxtımızı itirib, bura gəliriksə, biz elə əsl yer üçün gəlirik, əsl istək üçün gəlirik. Yəni bu vaxt etkisi deyil də, ən böyük arzularımıza çatmaqdır. Bugün mən burada bu gözəl insanları görməyimə sanki bir toy bayram hiss edirəm özümdə, daxilimdə. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Onlar olmasa, gün də mən burada olmazdım. Böyük məmnuniyyətlə. Birinin düzlük, halallıq, birini də oğurluq, rüşvət saxlayır. Biri sürənir dost gölgəsində, quyruq marağında, bu təvəsində, kişi ola himayəsində onu bir düşməzə afət saxlayır. Allah yaxşıları qorusun, Allah mərdləri qorusun. Siz doğrudan da mərdsiniz, bunu öz imzanla qeyd elədim. Bu gördüyümüz var, bugün bizim üçün sadə ola bilər, deyə bilər, yəni nədir, mən deyə bilərəm. Amma yox, bu çox böyük işdir. Bilən üçün, qanan üçün, bu çox böyük işdir. Allah'tan arzu edirəm ki, səni oxşamaq istəyən gənclərimiz çox olsun. Sən bu yolda əziyyətini halal elə, eşq olsun sənə, uğurlar diləyirəm. Vaxtında da çox aldım, üzürlü. Sağ ol, Bayram Bey, teşekkür ederim. Kitap imza, fotoğrafını kitap vermeye her birimizden. Tabii ki bir nesini yazdım. Yani onlar ekmeğiyle bir her birimize kitap, hediye olacak. 90 olsa sahip